Salam dostlar, belə bir Python sualına baxırıq. Qeyd edim ki, sual Dövlət İmtahan Mərkəzinin 2025-ci il test toplusundandır. Kifayət qədər maraqlı və həmçinin biraz çaşdırıcı sualdır. Deməli deyir, n dəyişəninin hansı ən kiçik natural qiymətində proqram fraqmentinin nəticəsi 100-dən böyük natural ədəd olar. Deməli, son nəticə, bax, burada print n 100-dən böyük olmalıdır və diqqət eləsək, görürük ki, printdən qabaq burada belə bir düstur var. N bərabərdir, n vurulsun 2. Bizim bu print komandası məhz bu nəticəni çıxaracaq ekrana, bax. Bu n-in qiyməti nədirsə, sonda həmin o qiymət çıxacaq ekrana. Çünki bu n, bax, bura ayrıca blokdur. Bundan qabaqki iflərə falan aid deyil, ayrıca blokdur. Deməli, nəticə olaraq deyirik ki, bu düsturdan nə çıxsa n, n-in qiyməti bu düsturda nə alınsa, print həmin o n-i çap edəcək. Deməli, və bizə deyir ki, 100-dən yuxarı olmalıdır. Deməli, n vurulsun 2, böyük olmalıdır 100-dən. Böyük olmalıdır 100-dən. Buradan alırıq, n böyük olmalıdır 50-dən. Hər tərəfi 2-yə bölsək, n 50-dən böyük olmalıdır. Demək ki, n 50-dən böyük olmalıdır. Artıq bunu bilirik. Və bundan sonra bunu bloklara ayırırıq sualı. Bax, fikir verin. Burada birinci if. Deyək ki, bunu bir blok hesab eləyək. Və növbəti if. İkinci if. Bunu da ikinci şərt bloku. Bu da ikinci blok. Biz hələ ki birinci işimiz yoxdur. Biz aşağıdan bu tipli sualları aşağıdan yuxarı həll eləmək əlverişlidir. Deməli, n 50-dən böyük olmalıdır. Hansı n 50-dən böyük olmalıdır? Baxın, burada bax, bu ya else hissəsində olan, bax, bu n 50-dən böyük nəticə almalıdır. Ya da if birinci budaqda, yəni bax, bu ifin birinci budağında olan n ya da ikinci budağında olan n'dir. Hansı budaq həll olunacaqsa, həmin budaqda olan n-dən son nəticə olaraq 50 çıxmalı, minimum 51 çıxmalıdır, yəni 50-dən böyük olmalı. Və bizə deyir ki, n-in hansı ən kiçik natural qiymətində. Bizim deməli daxil elədiyimiz n nədirsə, deyək ki, bu, o ən kiçik qiymət almalıdır. Ən kiçik qiymət almalıdır. Baxaq görək, əgər bizim daxil elədiyimiz ədədə görə biz əgər bax buradan birinci ifə girəcəksə, təbii ki, bizim daxil elədiyimiz ədəd bu yuxarıdakı ifdə dəyişəcək, amma cəmi bir vahid dəyişəcək. Onu nəzərə alırıq, amma onu hələ ki axırda nəzərə alacağıq. Görək buradan n nə çıxarda bilirik. Bax, buradan n-in ən kiçik qiyməti nə olar? Bax, burada bir var. Dedik ki, en son nəticə olaraq ya bu n ya bu n 50-dən böyük ədəd olmalıdır. İndi iki dənə düsturumuz var. Biri if'in birinci qolundadır, biri ikinci qolunda, else qolundadır. Birinci qolunda n vurulsun 2-dir, ikinci qolunda n vurulsun 4-dür. Və bunların ikisinin də nəticəsi 50-dən böyük olmalıdır. Yəni, belə olan halda n vurulsun 2 əgər birinci budağı həll edəcəksə, n vurulsun 2 böyüdür 50. Bu zaman n böyüdür 26. Yəni, n'in ən kiçik, daha doğrusu n böyüdür 25. 26 nədir? 25. Yəni, belə olan halda n'in ən kiçik qiyməti 26 olmuş olur. Natural qiyməti. İkinci hala baxsaq, əgər ikinci else hissəsinə gedib həll edəcək olsaq, n vurulsun 4 böyüdür 50. Burada deməli, n'in ən kiçik qiyməti n 12-dən böyük olmalıdır da bir növ. Yəni, n'in ən kiçik, fikir verin, 12-ni 4-ə vuranda, 12-ni 4-ə vuranda 48 eləyir. Amma 13 olsa, n artıq 13 olsa, yəni bax, buradan alınır ki, n böyüdür 12,5. Bizə natural ədəd deyir. 12,5-dən böyük ilk natural ədəd 13-dür. Yəni, ən kiçik natural ədəd 13-dür. Deməli, fikir verin, bizə deyir ki, n'in hansı ən kiçik natural qiymətində. Biz burada birində aldıq ki, n ən kiçik
26 olmalıdır. İkincide aldıq ki, n kiçik 13 olmalıdır. Bizə 26 maraqlandırmır. Çünki 26'dan da kiçiyi var 13. Demək ki, deyirik ki, biz n üçün ən aşağısı 13 verə bilərik. Bax, bu hissədə. Deməli, biz n-ə elə bir qiymət verməliyik ki, birinci budaq həll olunmasın, bura həll olunmasın, ikinci budağa keçək. Aha, indi ikinci budağı keçib həll edirik, deyirik ki, n 13 olmalıdır, ən azı, minimum. İndi gedək birinci bloka, bura. Deməli, n'in 13, minimum 13 olduğunu artıq buralardan çıxarmışıq, tapmışıq. Burada n plus 1 var. Yəni, bax, həmin n, bax, bu n'dir. Ki, burada 13 qiymət alıb ki, keçib aşağı. Deməli, burada 13 qiymət alıbsa, 13 bərabərdir n plus 1, n də bərabərdir 13 çıxılsın 1, 12. Deməli, n-ə minimum 12 qiymətini versək, bax, burada inputla 12 qiymətini daxil eləsək, baxın, görün nə olur. 12 qiymətini daxil eləsək, gəldi, girdi bura. 12-ni 2-yə böləndə qalıq 0 alınır, həqiqətən də, və giririk bu hissəni hesablayırıq. 12 bərabərdir, n bərabərdir 12 plus 1, n plus 1, 12 plus 1 olur 13. N burada yeni bir qiymət alır, 13. Keçdik, 13-ü 3-ə böləndə qalıq 0 alınır mı? Xeyr, ona görə buna girmirik. Gəldik else hissəsinə. Else hissəsində 13-ü vururuq 4-ə, eləyir 52. Və çıxırıq, bu bloku əldə edirik bir dənə. 52 vurulsun 2, 104. 104 100-dən böyüdürmü? Bəli, böyüdür. Demək ki, 12 bizi qane eləyən minimum qiymət. İndi bir dənə 12-dən kiçik qiymət götürsək, məsələn, 11 götürsək, 11-i 2-yə böləndə qalıq 1 alınır, 0 alınmır, ona görə bura girmirik. 11-i 3-ə böləndə qalıq 0 alınmır, ona görə bura da girmirik. Gəlirik, 11 olsun 4, 44. Belə olanda 44 çap olur, amma biz deyirik ki, 100-dən böyük olmalıdır. Məsələn, 10. 10 olsa, 10. Burada 10 olsa, 10-u 2-yə böləndə qalıq 0, həqiqətən də n bərabərdir, n plus 1, yəni 10 plus 1, burada olur 11. 11-i 3-ə böləndə qalıq 0 alınmır, yenə gəlir 11 4-ə var, yenə 44 nəticə çıxır. Yəni, 12-dən kiçiyinə qiymət versəz, görəcəksiniz ki, 100-dən kiçik nəticə alınır son nəticədə. Deməli, nədir? Aşağıdan yuxarı dərhal burada, düsturda n vurulsun 2-nin 100-dən böyük olduğunu bildik. N böyük oldu 50-dən və dedik ki, burada nəyi 2-yə və yaxud 4-ə vursaq 50 alınar, 50-dən yuxarı alınar. Dedik ki, burada 26-nı 2-yə vursaq 50-dən yuxarı alınar. Burada da 13-ü 4-ə vursaq 50-dən yuxarı alınar. Demək ki, bizə ən kiçik qiymət dediyinə görə 26-nı götürmürük, 13-ü götürürük. Və gedirik bu 13-ə görə yuxarıdakı qiyməti hesablayırıq. 13 burada alınıb da keçib aşağı. Deməli, orada 13 alınıbsa, 13 bərabərdir n plus 1 dedik. Buradan n-in 12 olduğunu tapdım. Vəssalam. Bu qədər sadə. Sağ olun, növbəti video izahlarda görüşərik. Sağ olun.